Bu koloniya bizim aprel ayında etdiyimiz bölmədir. Təəssüflər olsun ki, aprel ayında bölmə elədik. Anarısı doğuldu, amma maylanma uçuşundan geri qayıtmadı. Bu araya may ayının 11-də anar qəbullandırmışdıq. Bu günlərim iyun ayının 9-udur. Üzr istəyirəm 8-dir. Artıq yeni arılar doğulmalıdır burada. Və arı sayında irəliləyiş var. İndi mən burada nəyi göstərmək istəyirəm? Keçən səfər baxanda bu koloniyada çox gözəl bir nektar var idi. Çünki bala arılar yox idi, doğulmamışdı. Və koloniyanın nektarı, bal ehtiyatı çox gözəl idi. Mayın 11-dən burada bu arını cəmi 3 dəfə bəsləmişik. Və çox gözəl yumurta atıb anarı bura. Ən irəli çərçivələrdə artıq balalar doğulmağa başlayıb yəqin ki. Bakva sinsidir bu arada. Bu ilin bölməsidir. Mənim üçün çox maraqlıdır. Yəni, bu ilin bölməsindən sezonun sonunda, yəni avqust ayında bal götürə bilməyəcəyim həqiqətən də maraqlıdır mənə. Çünki yoxlamamışam o şeyi. Yəni, burada artıq orta hissədə balalar doğulub və anar bura yenidən yumurta atıb. Anar iş yumurta atmağa mərkəzdən başladığına görə balalar da mərkəzdən kənara doğru doğulmağa başlayır. Anar yenidən mərkəzə yumurta atır. Yenə də eyni həmin o dövr davam edir. Yuxarıda kəmər olaraq bir qədər bal var. Yəni çox azdır. Yəni əslində ümidim yoxdur bu arının sezonun sonuna qədər bal toplamasına. Yəni özünə kifayət edəcək qədər bal toplaya bilər. Bəli, burada da arılar doğulub, anar yenidən yumurta atıb. Bu hissədə kəmər bal. Həmçinin burada kəmər bal var, yeni yumurta var. Yəni mən təxminən 10 gün əvvəl, 15 gün əvvəl baxmışam bu koloniyaya. Bal ehtiyatı həqiqətən də gözlə görünəcək dərəcədə azalıb. İndi arılar həm pətək qabardır, həm qida kimi istifadə edir. Yenidən larvalar. Yaxşıdır, pis deyil. Bu koloniya bundan sonra gənc arılar çoxaldıqdan sonra pətək qabartmağa başlayacaq. Əgər 2 gün, 3 gün, 1 həftə, nə qədərsə mən bu arıya baxa bilməyəcəm deyə ehtiyat olaraq 2 dənə xam pətək vermişəm. Buradakı birdən olmaram, arı dalaq qoyum.